yani sizin de qeyd etdiyiniz kimi sevinsəm, dünən axşam saatlarında yəni Rusiyadan gələn həyəcanlı xəbərlər, faciəvi o belə deyək xəbərlər məni yəni bir daha düşündürür və bunun yəni bu verilişə dəvətlə hər hansı bir əlaqəsi yoxdur. Zaten elə siz də mən də hər gün yəni bu cür hadisələri yaşayırıq. Ona görə ki Azərbaycanlılara qarşı elə ötən həftələrdə yəni Azərbaycan prezidentinin deməli Münhen Təhlükəsizlik konferansında Ukrayna prezidenti ilə görüşündən dərhal sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi, daha doğrusu Rusiya Xarici İşlər Nazirinin müavini Mikhail Galuzin ağzını açdı və orada bir maraqlı cümlə vardı ki, biz Azərbaycandan qeyd şərtsiz, fikir verin, həyasızlığın dərəcəsinə baxın və mən yeri gəlmişəm, buradan Azərbaycan Xarici İşlər Nazirliyinə də səslənirəm ki, siz bu Xarici İşlər Nazirinin müavininin ağzını yumun. Rusiya Azərbaycanın daxili işlərinə qarışa bilməz. İmkan verin, istintaq bitsin, məhkəmə bitsin, ondan sonra siz deyərsiniz. Amma Galuzin, yəni bundan əvvəl Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfirini qəbul eləmişdi. İndi güya tərəflər arasında hansısa məsələlər müzakirə, biz bilirik ki, bunların qarnının ağrısı nədir? Onlar daha çox həmin o saxlanılan, yəni Rusiya vətəndaşlarının, yəni Bakıya xüsusi missiya ilə göndərilmiş vətəndaşların azad olunması məsələsi idi. Yəni onlar bunu dilə gətirməsələrdi, amma biz bilirik. Və sizin də elə bayaq qeyd etdiyiniz kimi Azərbaycan prezidentinin həm Frans Presə, həm jurnalistlərə verdiyi açıqlamasında biz Rusiya tərəfinə Azərbaycanın Ukrayna ərazisindəki, yəni strateji əhəmiyyətli, o cümlədən konsulluqdur, səfirlikdir, sonra Azərbaycanın obyektləri ilə bağlı dəqiq məlumatları ötürmüşük cümləsindən sonra axşam saatlarında fikir verdiniz, Sevinç xanım, dərhal Rusiya Xarici Nazirliyi tez tələsik bir açıqlama verdi ki, yox, siz bizi günahlandırmayın, orada o günahıdır. Sən deməli Azərbaycanın səfirliyinin ərazisinə raket zərbəsi endirilir, deməli dağıntılar baş verir, Azərbaycan səfirliyinin əmlakı məhv olunur, bunda Ukrayna günahkardır. Ukrayna deməli oturub belə əlini açmalıdır göyə ki, bu hara düşür? Ukrayna ərazisinə düşür ya Azərbaycan ərazisinə. Çünki Ukraynada səfirliyin ərazisi bu Azərbaycan ərazisidir. Necə ki bizim Bakıxanov deməli küçəsində o keçmiş indiki Bakı tikiş evi ilə üzbəüz Rusiya səfirliyinin ərazisi, ora Rusiya ərazisi sayılır. Ondan bir 200 metr belə götürəndə bu Sevil Qaziyeva parkının yanında orada Özbəkistan ərazisidir. Çünki Özbəkistan səfirliyi də orada yerləşir. Amma dərhal dedilər ki, yox, bizim qətiyyən belə bir niyyətimiz olmuyor. Bizim ətəyimizdə namaz qılınmalıdır. Ukrayna PUA-larını, üzr istəyirəm, günahlandırdılar ki, bizlik bir şey yoxdur. PUA-ların oradakı hərəkət trayektoriyası və s. çox ciddi həyasızlıq idi. Bir sözlə, yəni Rusiya tərbiyəsizliyi, Rusiya əxlaqsızlığı davam edir. Yəni mən bundan zərrə qədər təəccüblənmirəm. Sizi, məni, digər dostlarımızı rusofobluqda günahlandıran və bəzən bizə təhqirlər yazan o yaramazlar, o beyinsiz məxluqlar, cansızlar bu faktlara baxsınlar. Və